qurtardı. Sonunda bir dənə ayədə deyim imamət barəsində, başqa zaman sonlandıraram, davam eləyərəm söhbətimi. İsra surəsinin 71-ci ayəsini təbərrükən Allah Quranda buyurur: "Yawma nad'u kulla unasin bi imamihim." O gün hər bir şəxs, hər bir qövm və insanlar öz imamı ilə məhşərə gələcək qiyamət günü. Öz imamı ilə çağırılacaq. Hər bir qövmündə nədir? Biz nə dedik? Yer üzü höccətsiz qalmaz. Hər bir qövmündə imamı var. Xoş olsun o şəxslərin halına ki, qiyamətdə İmam Mehdidən çağırırlar. Allah bizdə o sıraya qaçsın. Və Allah ayənin də davamında deyir: "Fəmən utiyə kitabəhu biyəminihi fəuləykə yəqraunəl kitabəhu." Və o şəxslərin ki, əməl dəftərləri sağ əllərinə veriləcək, onlar nədir? Öz gözəl kitablarını oxuyacaqlar və cənnətə daxil olacaqlar.